Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrdə fevralın 3-dən 4-nə qədərində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sfera.az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 20,8,28-dən 40 metr/saniyədək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13,9-dan 20,7-yə qədər metr bölünsün san təşkil edəcək.